Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə Ativlər məhəlləsi deyilən ərazidə 4 sotun içində şəxsən iş olunmuş yarım təmirli bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırıram. Bax, bu evin birinci evin sənədi, bələdiyyə sənədidir. Bunu nəzərdə çatdırırım. Torpağın sənədi var. Sona qədər izləyin. Ev haqqında məlumatların qiymətini də sonda deyəcəm. Çünki bütün məlumatları, evin məlumatın hamısını siz nəzərdə çatdıracağım. Bax, gördüyünüz kimi evin xarici görünüşüdür. Ev həqiqətən çox gözəl tikilib. Yəni, bugünkü vəziyyətdə belə evlər bahalıdır. Yəni, təmiri vəziyyətdə, bax, burada 4 sotun içində 270-280 min civarındadır təmirli evlər. Ev kalonlarla tikilib. Fikir verin. Evin demək olar hər tərəfində bir neçə dənə kalon verilib. Baxın, bax. Ara mərtəbəsi monolitdir. Bura yağın ki, mətbəx hissəsidir. Gördüyünüz kimi geniş mətbəx var. Haradasa 4-ün 5,56 metr, 4-ün 6, 24 kvadratlıq mətbəxidir. Ev çox geniş otaqlı bir evdir. Bura yağın ki, mətbəx hissəsidir. Bax, bu hissəsi haradasa 4-ün 4-də olar. Təxmini deyirəm. Mətbəx hissəsidir. Evin kalonlarına baxın. Ev neçə yerdə kalonlarla verilib, tikilib. Şəxsi adam tikib özünə. Çox keyfiyyətli ev tikib, həqiqətən. Burada bir yataq otağıdır. Gördüyünüz kimi də haradasa 4-ün 5-ə bir yataq otağıdır. Burada bir dənə sanuzeldir. Həm santar qovşağı ilə ya ikisi bir yerdə olacaq, ayrı-ayrı. Bu hissəsidir, yağın ki, santar qovşağı olacaq, burada hamam olacaq. Arxaya çıxış üçün qapı qoyub. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırım. Burada bir yataq otağıdır, bura mətbəxdir, bura qonaq otağıdır. Bura qonaq otağıdır. 4-ün haradasa 6 metrdir, 24 kvadrat olar, bəlkə də biraz çox olar, hələ 7 metrdə olar. Təxmini deyirəm, ölçü deyirəm. Evin də keyfiyyətinə söz ola bilməz. Evin hər yerinə kalonlarına verir. Demək, içində də kalonlar verirlər. Çölündə də kalon verirlər. Buradan pencərə üçün belə bir yer qoyublar. Qalxırıq buradan yuxarı 2-ci mərtəbəyə. Demək, aşağıda bir zal, bir yataq otağıdır. Proyektlər deyirəm, kvadratlar deyirəm. Evin keyfiyyətini də siz nəzərdə çatdırıram. Demək, çıxan kimi sağda bir yataq otağı 4-ün 4-də olar. Burada geniş bir yataq otağıdır. Böyle zalın üstüdür. 4-ün 6-ya 7 metr olar. Təxmini yenə deyirəm ölçü olar. Pencələrin üstündən bax bir kalon gedir. Rigir. Yuxarıdan da bir dənə də yenə bağlama veriblər. Fikir verin. Bir yataq otağı da buradadır. Bu da haradasa 4-ün mənim 4-dən də yenə çox olar. Hələ belə yataq otağı da var, yataq otağının içində, bax belə bir yataq otağının içində belə sanitar qovşu, sanizoli var. Evin bütün perqarotkaların üstünü belə kəmər verir. Fikir verirsiniz, bax, yəni bu perqarotkalarına da bax belə kəmərlər verir. Ev sahibi həqiqətən çox keyfiyyətli ev inşa edib burada. Fikir verin. Aşağıda da monolitdir. Ara mərtəbəsindən burada da monolitdir evin üstü. İndi 4 otaq var. Cəmi 6 otaqdır. Aşağıda bir mətbəx, zal, yataq otağı. Evin də keyfiyyəti göz qabağında. Kalonlardan tikilmiş evdir. Yəni, hələ-mələn belə evlər hələ düşmür, hörmətli izləyicilər. Yəni, belə evlər, təmirlər hamısı deyirəm sizə. 270, 250. Bax, belə start qiymət kimi çıxıb. Çöldən də göstərirəm, kalonlara bax. Buradan kalon, oradan kalan, bax, o tərəfdən də kalon. Hamısı, ortalar, axıra kimi evin 4 bir tərəfi hamısı kalonla vurulub. Həyət də aradasa bir 2 sota yaxın var. Qabaq hissəsi, böyrü də açıqdır, arxası da açıqdır. 4 sotun içində inşa olunub. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürməyə yaddan çıxmasın. Evin qiyməti də, hörmətli izləyicilər,
190 min start qiymətdir. Real alıcısı indirim olmaqdan olacaq. Birbaşa sahibindən görüşüləcək, son sözü ev sahibi deyəcək, hörmətli izləyicilər. Yenə deyirəm 190 min. İndirimi də birbaşa sahibindən 220 minə qoyulmuşdur lap birinci. Yəni danışmışıq ki, bu evin qiymətini aşağı salaq. 190 min yenə də indirim olmaqdan olacaq. Yəni təcili satılır, bunu nəzərinizə çatdırın. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.